Mənim öz telefonum var, öz otağım var, virtual oyunlarım, Tokyoda döyüş, Parisdə oyun, Marsda isə robot dostum var. Murad da hər gün gəlir, qapımı döyür, deyir gizlənpaç gəl oynayaq. Mən gizlənpaçı neynirəm? Virtual oyunlarım var da, oynayaram. Nərmin isə hər gün gəlir, deyir qarnım ağrıyır, gözüm ağrıyır, bədənim ağrıyır. Mənə dərman ver. Dərmanı Google-a yaz, tap. Mən neynirəm? Bu günlərin deyəsən telefonumun üzü qaralıb. Sanki onunla birlikdə dünya da qaralıb. Hər şey maraqsızdır sanki. Bəs Murad hardadır? Nərmin? Mən başa düşdüm ki, telefon sadəcə bir alət imiş. O cansızdır. Dostu isə həmişə sənin yanında olan, həmişə sənə yardım edəndir. Uşaqlar, gəlin, telefonu ayırdığımız vaxtı şarjı bitməyən dostlarımıza ayıraq.